Brüssel görüşündən təxminən 2 ay keçməsinə baxmayaraq, görüşdən irəli gələn məsələlərlə bağlı hələ də konkret addımlar atmayan Ermənistan yenidən vaxt qazanmağa çalışır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır. Unutmamalıdırlar ki, 2-ci Qarabağ müharibəsindəki dövrdəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, biz 3-cü müharibə istəmirik. Bu bizim planlarımızda yoxdur. Biz istəyirik ki, daha müharibə dövrü başa çatsın. İstəyirik ki, normal əlaqələr yaradılsın. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü nəhayət tanısın. Bunu biz istəyirik. Amma əgər biz görəcəyik ki, dediyim kimi bizim üçün təhlükə var, o təhlükə hələ yerindəcə məhv ediləcək. Sonuncu Brüssel görüşündən xeyli müddət keçməsinə baxmayaraq, hələ də konkret mövqe nümayiş etdirməyən, yaxud da etdirmək istəməyən Ermənistan hazırki manevrləri uzun çəkə bilməz. İrəvanın kommunikasiyaların açılması, ərazi bütövlüyünün tanınması və sərhədlərin delimitasiyası mövzusundan yayılmaq cəhdləri əslində özünün əleyhinədir. Belə görünür ki, istər 30 illik işğal müddətində, istərsə də 44 günlük müharibədən sonra qonşuları ilə münasibətdə mağara psixologiyasına xilas ola bilməyən Ermənistan məhz bu neandertallığının gürovuna çevrilib. Ermənistanda cəmiyyət dövlətin həyata keçirdiyi işğalçılıq siyasətinin acı nəticələrini hər zaman öz üzərlərində hiss etməkdədirlər. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti bumeranq effekti ilə Ermənistanın özünə ağır zərbələr vurdu. Ölkədə sosial-iqtisadi inkişafın ümumiyyətlə əlamətləri müşahidə olunmur. İkinci Qarabağ müharibəsinə qədər olan 30 ilə yaxın dövrdə danışıqları imitasiya etməkdə maraqlı görünən İrəvan bu prinsipindən əl çəkməyib. Müharibədə taktiki geri çəkilmə termini ilə məşhurlaşan Paşinyan komandasının sülh prosesində də analoji dırnaqarası strategiya yürütməsi faydasızdır. Ermənistan artıq həm müharibə, həm iqtisadi, həm də siyasi sahədə artıq uzmuş bir dövlətdir. Proseslərin bu istiqamətdə davam edəcəyi bir şəraitdə belə bir nəticə əldə etmək olar ki, Azərbaycan son nəticədə Ermənistanı dövlət kimi, tərəf kimi bu proseslərdən tamamilə uzaqlaşdıraraq sülh gündəliyini birbaşa tək öz gücünə, qüvvəsinə arxalanaraq yenidən tək başına icra edəcəkdir. Hərb və diplomatiya meydanında məğlub vəziyyətdə olan Ermənistanın regionda sülhün və təhlükəsizliyin bərpasına biganəliyi onun revanşist xəyallarla yaşamasından xəbər verir. Amma revanşist qüvvələr də bir dəfəlik anlamalıdır ki, Ermənistana sülh təklifi onların son şansıdır. İndi İrəvan seçim etməlidir. Rüstəm Mikayılzadə, Rufan Əliyev, Vüsal Qaraca, ASTV Xəbər.